Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 61-ci komissiya üzrə, yəni məşqli ixtisası üzrə idman növlərinə görə imtahan yerləri təyin edilmişdi. Təbii ki, bəzi şəxslərdə hələ təyin olunmayıb. Həmin şəxslərə bir daha tövsiyə edirəm. Göstərdiyim qayda ilə siz səhifənizi hər gün yoxlayın. İmtahana 5 gün qalmış. Sizin səhifənizdə imtahana burax vərəqəsi görsənəcək. Əgər görsənmirsə, yenə də hər gün bu şəkildə davam edin yoxlamağa. Artıq müəyyən bir gün artıq sizə görəsiniz ki, imtahana burax vərəqəsi ekranda görsənir. İndi isə bu proseduru göstərim. Və görürsünüz, artıq biz burada dim.gov.az yazırıq və birincinin üzərindən vururuq və ekrana görürsünüz, elə Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi açılır və üzərindən vururuq. Və burada artıq xüsusi başlıqlar var. Həmin başlıqlarda qabiliyyət imtahanı oxuyuruq. Aşağı düşək. Bunu siz həm telefonla elə bilərsiniz, həm də yəni notebook, planşet, kompüter fərqi yoxdur. Və burada daha çox göstərmək üzərindən vururuq və burada görürsünüz, yazır qabiliyyət imtahanına buraxış vərəqəsi bakalavriyat və 11 illik. Bunun üzərindən vururuq. Və burada bizdən daxil düyməsini soruşur. Və təbii ki, biz burada istifadəçi adı yazırıq. İstifadəçi adı bizim şəxsi kabineti yaradan zaman istifadə etdiyimiz fin koddur. Və onu sizə göstərəcəm ki, köhnə və yeni vəsiqələrdə fin kod harda olur. Fin kodu mən sizə göstərim harda olur. Köhnə vəsiqələrdə burada fin kod son 8 rəqəmindən 7-sidir. Və indi yeni nəsil şəxs vəsiqələrinə baxdıqda görərsiniz, burada 7 rəqəmli identifikasiya nömrəsi yazılmış bizim fin kodumuzdur. Yəni bu şəkildə siz fin kodu artıq öyrəndikdən sonra uyğun xanaya həmin məlumatı daxil edirsiniz. Və biz burada indi fin kodumuzu yazaq. Və daha sonra növbət xanasını sıxırıq. Və burada bizdən istifadəçi parol soruşur. İstifadəçi parolu bizim şəxs kabineti yaradan zaman təyin etdiyimiz paroldur. İndi həmin parolu biz bura daxil edir. Yəni hər kəs öz şəxs kabinetin parolunu yazır. Və daha sonra burada ekranda gördüyünüz xüsusi kod var. Həmin kodu burada yazıldığı kimi böyük, kiçik, rəqəm, nə varsa olduğu kimi biz yazırıq və daha sonra burada görürsünüz daxil düyməsi var. Daxil düyməsinin üzərindən vurursunuz. Və artıq ekranda görürsünüz ki, bizim buraxılış vərəqəmiz burada çap et sözü var. Görürsünüz çap et. Çap et üzərindən vuranda artıq bizim buraxılış vərəqəmiz çap olunur və orada imtahanın yeri barəsində məlumat var. Və çap et yazısının üzərindən vuranda ekrana belə bir imtahana buraxılış vərəqəsi çıxır. İmtahan tarixi 11.07.2025, yəni gələn ayın 11-idir. İmtahan saat 10-da başlayır. Amma burada görürsünüz yazır ki, 1 saat əvvəl getmək lazımdır. Və burada sizdə ünvan yazır ki, Tofiq Bəhrimovlu Respublika Stadionu. Bu Gənclik metro stansiyasının çıxışıdır. Elə Gənclik metro stansiyasına çıxan kimi görərsiniz ki, Gənclik Mall yanında Tofiq Bəhrimovlu Respublika Stadionu. Yəni oraya yaxınlaşaraq imtahanda iştirak edəcəksiniz. Daha sonra burada qrup yazıb 211. Bu sizin imtahan verəcəyiniz, yəni qrupu göstərir ki, orada tutaq ki, 8 nəfər bir yer yığacaqlar və 8 nəfər bir yerdə imtahan verəcək və növbət 8 nəfər belə-belə, yəni qruplar şəklində imtahan orada təşkil ediləcək. Və siz imtahana gedəndə hansı sənəd aparmalısınız, indi onu sizə göstərim. Və təbii ki, artıq sizdə şəxsi vəsiqəsi hansı formadadırsa, bu köhnə yaxud da ki, bu təzə vəsiqədirsə bunu. Daha sonra bu vərəqi hər hansı bir foto printer yerindən, yəni printer olan yerdən çap edirsiniz. Rəngli və yaxud rəngsiz olması bir problem yoxdur. Sadəcə bu səhifəni, sırf bu səhifəni çap edirsiniz. Və burada mən Vüsət Əzizov Instagram səhifəsində də öz idmanla bağlı olan məlumatlarımı paylaşmışam. Buradan izləyə bilərsiniz və burada mən sizə göstərəcəm ki, hansı sənədlər almalı. Baxın, məsələn, forma 86 bu şəkildə burada paylaşmışam. Forma 86-nı alırsınız. Burada məlumatlar yazır. O məlumatları oxuya bilərsiniz detallı şəkildə. Yəni bu sənəd mütləq alınmalıdır. Mütləq şəkildə bunu əldə edirsiniz və daha sonra adi idman forması aparırsınız. Mən səni göstərəcəm ki, hansı şəkildə. Məsələn, baxın, burada İdman Akademiya, yəni Tofiq Bəhrimovlu Respublika Stadionunda qabiliyyət imtahanı və görürsünüz bu şəkildə artıq abituriyentlər idman formasına gəlirlər. Siz də burada qeyd olunan idman forması, yəni idman şalvar və yaxud köynək yaparsınız. Eyni zamanda burada şortik də ola bilər, yəni və yaxud da şalvar da ola bilər. Artıq siz özünüzə necə uyğunsa şəkildə edə bilərsiniz. Yəni bu formada da mən sizə geyimləri təqdim etdim. Yəni buradan siz məlumatları da ətraflı şəkildə öyrənə bilərsiniz. Bütün imtahan iştirakçılarına uğurlar arzu edirəm.